Salam əziz şagirdlər, biz sizlə natural ədədlər bölməsindən belə bir maraqlı sual nizamına baxaq. Bizə deyir ki, n-in neçə natural qiymətində bu kəsrin qiyməti natural ədəd olar. İlk öncə nə edək? İlk öncə bu kəsrin, yəni sürətin vurub açaq. N vur n olacaq n kvadrat, üstə gəl. N vurulsun 3, 3n plus 4 vurulsun n, 4n plus 4 vur 3, 12. Məxrəcdəki n olduğu kimi qalsın. Sonra bunu sadələşsək, 3n ilə 4n toplasaq, 7n plus 12 bölünsün. Bu tip sualları necə həll edirik? Bu tip suallarda sürəti bax, bir məxrəcə bölürük. Yəni, biz bunu bu formada yaza bilərik. Necə? N kvadrat böl n, üstə gəl 7n böl n və 12 böl n. Niyə? Çünki onsuz da məxrəcləri bərabər olan kəsrləri toplayanda məxrəc qalır, sürətlər toplanır. Yəni, bunu bu formada yaza bilərik onsuz da. Baxın, bu n ilə bu n ixtisar getdi, bununla bu ixtisar getdi. Bizə bir n-in isə natural qiymətdir. N bir natural ədəddir. Bunu bildik. Və bu kəsir də natural olsun. Bax, n naturaldırsa, baxın, burada nə halındır? N plus 7 və 12 böl n. Bu natural. 7 özü natural. Təkcə kəsirimiz budur. Bu da natural olsa, artıq bu cəm bütöv natural ədəd olar. 12-nin bölündüyü rəqəmlər olmalıdır. Natural ədədlərdən söhbət gedir. Hansı ədədlər ola bilər? 1, 2, 3, 4, 6 və ədədin özü ola bilər. Bu suallarda diqqətli olmaq lazım. Çünki ortada çıxma falan olanda biraz sual dəyişə bilir. Hələ ki bu sual nizamına baxırıq. Yenə buna uyğun suallar sizə çəkib göstərəcəm.